Heç düşündünmü, sənin yaşadığın çətin həyat sənin özünə aid deyil, səndən əvvəlki valideynlərinin susduğu həyat hekayəsidir. Davranış nümunələrini və inancları çox vaxt valideynlər bizə ötürür. Valideyn necə bir münasibət modeli qurursa, övlad da o modeli öz həyatında tətbiq edir. Daim münasibətində psixoloji və fiziki şiddət görən bir qadının qızı eyni anasının münasibət modelini öz həyatına tətbiq edir və o da fiziki, psixoloji şiddət gördüyü zaman bunu normallaşdırır. Çünki gördüyü model budur. Və yaxud atası qıtlıq, müharibə görmüş, buna görə də onda yığıcılıq sindromu, təşviş pozuntusu yaranmış bir övlad da özündən asılı olmadan və istəmədən eyni atasının davranışlarını təkrar edir. Onda da təşviş pozuntusunun yaranma ehtimalı, yığıcılıq sindromunun yaranma ehtimalı böyükdür. Bütün bunlar bir uşağın seçimi olmadan onun həyatını formalaşdırır. Psixologiyada bu transgenerasiya adlanır. Bəs transgenerasiya dəyişə bilərmi? Əlbəttə ki, dəyişə bilər. Biz kognitiv davranış terapiyası alaraq, hisslərimizin fərqində olaraq, özümüz üzərində müşahidələr apararaq bir çox hərəkətlərimizi dəyişə bilərik.